Hörmətli izləyicilər, Tülü 4 yoluna yaxın ərazidə həyət evi satılır. Evin qarşısından marşrut işləyir pastayanlı. Gözəl bir yerdə yerləşir. Asfalt kənarıdır. Torpağı arası 15 sota yaxındır. Qarşı tərəf də yoldur. İki tərəfə yola düşür evin. Bu hissəsi də yola düşür. Bu tərəf də yola düşür. Əşyalı bir evdir. Geniş bir həyəti var. Yəni alan adam əlavə ev tikməyə də yeri var burada. Bura həyət hissəsidir, həyəti tam etdi. Bura həyətində deməli meyvə ağacları var. Ayaq yolusu var həyətində. Sanitar qovşağı. Qazı, suyu, işığı, interneti var. Evin arxasında da torpağı var. Yəni bu hissəsində alan adam istəsə nəsə bir obyekt tikə bilər. Əlavə ev tikə bilər, bir dənə də yeri var. Həyət yanıdır, kupçalıdır. Sənədləri tam qaydasındadır. Keçirik evin içərisinə. Bura evin giriş hissəsidir. Evin qarşısında da belə bir navesi var. Geniş bir navesdir. Yayda oturmaq üçün. Giriş hissəsidir. Təmirli bir evdir. Deməli, padvallıdır. Yəni baş dəyməyən padvalı var. Bura bir xocasıdır. Girişdən deməli sol tərəfdə qonaq otağıdır, böyük bir zaldır. Bura giriş hissəsi zaldır. 5-in 8-ə böyük bir zalı var, qonaq otağı. Əşyaların çoxsu demək olar qalacaq evdə. Bu zaldır. Zaldan burada bir yataq otağıdır. Buradan keçdik. İkinci yataq otağı. İkinci yataq otağıdır. Buradan keçdik. Burada üçüncü yataq otağı. Səliqəli bir evdir. Əşyaların çoxsu evdə qalacaq. 15 sota yaxın torpağı var. Keçək mətbəxlə tanış olaq. Da girişdə deməli sol tərəfdə mətbəxidir. Burada təmirlidir. Yəni hər şey var içərisində. Mətbəxidir bura. Ya bir çox əşyalar evdə qalacaq, qiymətə daxildir. Buradan keçdik. Sanuzelidir. Sol tərəfdə. Burada sanuzelidir. Deməli burada evin arxasında yeri var. Belə bir navesi var. Toyuqçuca baxmaq üçün yeri var. Bura həyətdən ayrılıbdır. Addenli olan bir yerdir. Gördünüz, bu ev satılır. Qiyməti 65.000 manata təklif edilir. Bəzi əşyalar qiymətə daxildir. Qiymət 65.000 manata təklif edilir. Bəzi əşyalar qiymətə daxildir, qalacaq evdə. Real alıcıya qiymətdə razılaşması olacaq. Diqqətinizə görə sağ olun.
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.